ilə alüminium falqanın reaksiyasını edib hidrogen qazını alacaq. Hidrogen qazı alınandan sonra ona biz bilirik ki, hidrogen qazı yandırıldıqda, yəni oksigen qazı ilə reaksiya edirdikdə çip aparatında cüruldayıcı səs gəlir, yəni cüp səsi gəlir. İndi həmin reaksiyanı eləyəcəyik. Xlorid məhdulu içərisinə alüminiumu əlavə edirik. Qıçqa ilə qarışdırırıq. Ləvazmat tərəfdən biraz qıtıq. İndi yaxından çək, ayrılan hidrogen qazlarına baxın. Baxın, ayrılan köpüklər, ayrılan qazlar hidrogen qazıdır. Gəlin indi onu yandıraq. Hidrogen qazı ilə biz sonradan reaksiya etdiyi üçün, baxın, indi daha çox hidrogen qazı alınır. Alınan qazın hamısı hidrogen qazıdır. Ayağımda yanır o. Müəllim, sağ olun, mən çıxıram çörək. Bu çoxala-çoxala